Hər kəsi yeni bir videodan salamlayıram. Bu günləri Kanadanın ən böyük şəhərlərindən biri olan Torontoya gedirik. Bura qatar stansiyasıdır. Qatara minmək üçün gələn insanlar hamısı burada maşınların park edir. Bütün gün boyu maşınlar burada qalır. Maşınlar üçün də özəl bilet alınmalıdır. Yəni parkinqdə saxlamaq üçün bir gün boyu. Sonra da hər kəs bu qatara minir, Torontoya gedir. Kimisi işinə gedir, kimisi gəzməyə gedir. Qatara minmək üçün də bileti buradan alırıq. No, so see, it's like just straight arch section, but they copy the someone's gotta be like Biz demək olar ki, hər il belə bir-iki dəfə qatarla səyahət edirik. Qatarla səyahət etmək uşaqların da çox xoşuna gəlir, elə özümüzün də çox xoşumuz gəlir. Otururuq, söhbət edirik. Çox maraqlı keçir yəni qatarla yolculuq. Əslində maşınla 1 saatlıq yoldur, qatarla bizə 3 saatlıq başa gəlir. Amma maraqlı olur. Bir-iki saatlıq yoldan sonra artıq metrodan çıxdıq, gedirik şəhəri gəzməyə. Maraqlı görməli yerlərinə gedirik. Hər dəfə eyni yerə getmirik. Maraqlı yerlərə gedirik. Keçən dəfə məsəl üçün başqa bir restoranda oturmuşduq. Onun qabağında da başqa bir restoran var idi, Amsterdam adlı. Hələ o vaxtda da dedik ki, gələn dəfə gələndə bu restorana gələrik. İndi oraya getməyi planlaşdırırıq. Biraz gəzdikdən sonra sahilə gəlirik. Gölün ətrafına. Bu böyük bir göldür. Adı isə Ontario gölüdür. Biz keçən il gələndə gəmi ilə gəzintiyə çıxmışdıq. 2 mərtəbəli gəmilərdir. Orada bilet alırıq. İçəridə 2 mərtəbədə, istəyirsiniz 1-ci mərtəbədə, istəyirsiniz 2-ci mərtəbədə otura bilərsiniz. Biz 2-ci mərtəbədə oturmuşduq. Çox maraqlı idi. Bir də burada turistlər üçün həm gəmi dediyim kimi, həm də avtobuslar var ki, üstü açıq avtobuslardır. Ona bilet alırlar. Elə bir ki, şəhəri qrup edirlər, həm də izah eləyirlər turistlərə, başa salırlar. Məsəl üçün də hər bir yeri izah eləyirlər, başa salırlar. Hələlik bu qədər gəzmək kifayət elədi məncə. Çünki artıq gedirik dediyim bayaqki Amsterdam restoranına. Görək orada yeməklər necə olacaq, bizə də maraqlıdır. Hər dəfə yeni bir yerlər kəşf edəndə sevinirik, maraqlı olur. Birinci uşaqlar üçün sifariş vermək istəyirik. Çünki həm sifariş həm gec gəlir, həm də uşaqlar artıq dayana bilmirdilər. Onların sifarişini verdik. Sonra özümüz üçün sifariş verdik. Uşaqlar başladılar yeməyə. Bizimkilər də az sonra gəldilər. Sonra yeməyimizi yedik, çıxdıq. Burada canlı musiqi. Hər dəfə şəhərin bəzi yerlərində belə canlı musiqilər olur. Yəni turistlər üçün çox maraqlı olur. Ona görə də belə canlı musiqilər çox olur. Burada da körpüdəyik. Körpüdən sizə göstərirəm. Keçən illəri oradakı restorandaydıq. Və bu illəri də bayaq oturduğumuz ora Amsterdam restoranı idi. Buradan da bütün körpünün üstündən görmək olur. Qəşəng hər bir yeri. Biraz maraqlı şəkillər çəkirik orada. Vaxtımızı keçirtirik. Gedirik. Bir dənə park kimi bir yer var, elə bir orada buxarlı su çıxır, amma buxar soyuq buxardır. İsti olduğu üçün belə bir şey ediblər. Uşaqlar üçün maraqlıdır, oynayırlar orada. İndi göstərəcəm. Burada uşaqları çox düşünürlər. Uşaqlar üçün demək olar ki, hər bir yerdə parklar, belə atraksiyonlar. Məsəl üçün burada biraz uşaqlar oynadı, sonra keçdik içəridə ailəvi bir yer idi. Həm istirahət edirsən, özü də pulsuz idi. Həm istirahət edirsən, həm də uşaq gəzir. Qaleri kimi bir şey idi də, elə bil. Orada həm uşaqlar gəzdi, oynadılar. Çox maraqlı keçdi. Burada həmin o dediyim uşaqların istirahəti üçün aktivitelər falan var burada. Colorful, parachutes. Burada ailəvi bir yerdir. Uşaqlarla gəlirsən, burada vaxt keçirirsən. Elə ki, otaqdır. Hər bir otaq başqa bir dizaynda, başqa bir aktivitelərlə dayanıb, döşədilib.
Çox maraqlı aktivitelər var idi. Məsəl üçün bu belə oturursan orada çalırsan. Burada təbaşirlə yazmaq üçün lövhə, uşaq orada məsəl üçün yaza bilir, nəsə bir şeylər yazırlar, eləyirlər. Belə bir aktivitelər var idi. Başqa otaqlar da var idi. Çox otaqlar var idi. Çoxunu çəkə bilmədim. İnsanlar var idi. Burada da belə rəsmlər kimi istəyir, həmən məsəl üçün rəsmlər çəkib divara vura bilir. Çox maraqlı, uşaqlar üçün də maraqlı gəldi uşaqlara da. Kitab güşəsi, məsəl üçün oturub biraz istirahət etmək istəyirsənsə, kitab oxuya bilərsən, oturub orada yerlər də var oturmaq üçün. You pay like $1 for rent. Another $2. Burada yekə bir mol var. Həm oranı gəzmək, həm də gəzə-gəzə artıq içəridən metroya yol var orada. Həm molun içindən də metroya yol var. Oradan da metroya getmək istəyirik. Artıq görürsüz, hava qaralır. Demək olar ki, bir günümüzü burada vaxtımızı keçirdik. Hava qaralanda şəhər çox gözəl görsənir, amma bizim o qədər vaxtımız yoxdur ki, oturaq gözləyək. Çünki qatara çatmalıyıq. Qatara geciksək, avtobus gözləməliyik. Belə şeylər var. Ona görə də indidən çıxırıq yola. Burada gözləyirik artıq 2-3 dəqiqə qalıb qatarın gəlməyinə. Mindik qatara, artıq gəlib düşmüşük stansiyada, qatar stansiyada, amma başqa bir stansiyadır. Buradan da avtobusla davam edəcəyik, çünki qatar həmişə olduğu kimi yarı yolda dayandı. Hər zaman belə olmur. Bu həmişə bizə rast gəlir deyəsən. Bir də avtobus 1 saatdan bir keçir. Ona görə də var gücümüzlə avtobusa qaçmağa çalışırıq. Çünki getsə əgər 1 saat oturub gözləyəcəyik. Bu da artıq o deməkdir ki, saat 1-də, 2-də gecə evə çatacağıq. Bir saat yarım bununla yol gedəcəyik avtobusla. Sonra da həmən parkingə, əvvəldə göstərdiyim bu parkingə, stansiyaya çatacağıq. Oradan da maşınımıza minib evə gedirik. Videonu buraya qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.